Hə müsəlmansansa, bəli Allah'a qəbul eləməlisən, peyğəmbərə qəbul eləməlisən, ondan sonra və'ləm ya Əbazər, bil ey Əbazər, əhl-i beyti qəbul eləməlisən. Bir də eləməsən nə olacaq? İnsan var da, var. Allah'a qəbul eləyir, peyğəmbəri qəbul eləyir, miadı qəbul eləyir, amma Ali ibn Əbi Talib yoxdur, əhl-i beyt yoxdur, Əli yoxdur. Ha olmasa nə olacaq? Yəni müsəlman deyilsən. Qur'anın ən azı 2 ayəsini qəbul etməmiş olarsan. Həqiqi etməsən nə olacaq Qur'anın bu 2 ayəsini? Allah'a inkar etmiş olacaqsan. Həqiqi Allah'a inkar olsan nə olacaq? Olacaqsan burada da hara gəlsən. O ki, gəldilər, Qur'anda ayə var da, yox, oraya giriş çox mövzu uzanacaq. Qədir Xumda ki, Həzrəti Rasulullah buyurdu ki, mən kuntu Mevla fəhazə Əliyyum Mevla, hər kəs ki, mən onun ağasıyam, bu Əli onun ağasıdır. Gəldilər, bəxin ya Ali kullu Mevlaya, Mevlaya kullu muslimin. Bunu dedilər və qəşəng bir ayə gəlir. Ayənin axırında belə bir şey var. İlləm təfəl, Allahu yəsimuka minən nas. Həmin ayədə bu idi ki, ya Rasul, qoy deyim də ayəndə. Bismillahirrahmanirrahim. Ya Rasul, bəlliq ma unzilə iləyk. De, sənə nazil etdiyimi de. İlləm təfəl, ma bəlləxtə risalətək. Əgər deməsən, risalətli peyğəmbərliyimi təkmil etməmiş olarsan. Vəllahu yəsimuka minən nas. Allah səni bəzi insanlardan qoruyar. Bu nə deməkdir? İlk peyğəmbər mən kuntu Mevla fəhazə Əliyyum Mevla deyəndə bəzi insanlar düşmənçilik edəcəklər axı. Onun üçün Allah buyurur ki, Quranda ki, Vəllahu yəsimuka minən nas. Allah səni bəzilərindən qoruyarsan deyil. Vallahi la yahdil qavmul zalimin. Allah zalimləri hidayət eləməz. Yəni nə deməkdir? Ya Rasulullah, əgər sən ki buyurursan ki, mən kuntu Mevla fəhazə Əliyyum Mevla, hər kəs ki, mən onun ağasıyam, bu Əli də onun ağasıdır, onu qəbul eləməyənlər var ha. Ki, hansı ki, sən ehtiyat edirdin orada ya, onlar zalimdilər. Yəni bu nə deməkdir? Yəni vilayət-i Əlini və vilayət-i Əhl-i Beyti qəbul eləməyənlər zalimdilər. Həm öz nəfslərinə zulm eləyirlər, həm də digərlərinə zulm eləyirlər.